Şabaniyyə xütbəsindən ki, söhbət açmışdıq, danışırdıq ki, bu xütbəni İmam Rıza əleyhissalamdan Şeyx Saduq rəvayət edir və silsiləvi olaraq Həzrət Əli əleyhissalamdandır ki, Peyğəmbər belə buyurdu, Şaban ayının son cüməsində bizi yığdı və bu xütbəni söylədi. Biz xütbənin əvvəlindən danışmışıq, bu günlərdə bir neçə cümləsindən söhbət edəyik, inşallah. وَاذْكُرُوا بِجُوعِكُمْ وَعَتَشِكُمْ جُوعَ يَوْمِ الْقِيَامَةِ وَعَتَشِهِ وَاذْكُرْ zikr sözündendir. Zikir, biz dedik zikr elə. Zikrin həqiqi mənası, yəni yad və sal, yada sal. Deyir, Allahı zikr elə, yəni et, Allahı yada sal, Allahı xatırla. Biz dedik, günahla üzləşəndə Allahı zikr elə. Yəni bu deməkdə günahla üzləşən zaman əlinə təsbih götür, başla Subhanallah demək. Yox, Allahı yada sal. Zikir Allahı yada salmaqdır. Və Peyğəmbərdən buyurdu ki, Peyğəmbər buyurdu, وَذْكُرُوا بِجُوعِكُمْ وَعَتَشِكُمْ xatırlayın, yadınıza salın öz aclığınız ilə və öz susuzluğunuz ilə cu'a yevmil qiyamə, qiyamətin aclığını və susuzluğunu yada salın. Bir kəlməsi işlənir burada, bicu'ikum, yəni azlığınız ilə. Deyirlər ki, buradakı binin mənası budur ki, azlıq ilə gəlib, ilə kəlməsidir. Bunun mənası budur ki, orucdan məqsəd ac qalmaq deyil. Orucdan aclıq məqsəd deyil, vasitədir. Vasitə. Necə ki, bir hədisdə Peyğəmbərdən buyururlar ki, Peyğəmbər buyurur ki, Allahın sizin azlıq və susuzluğunuza ehtiyacı yoxdur, əgər ki, siz günahdan çəkinmirsinizsə və yaxud da əliniz, ayağınız, bədəniniz oruc olmursa. Buradakı məna budur ki, oruc özü özlüyünə görə, azlığı və susuzluğuna görə vacib olmayıb. Səbəbdir müəyyən məqsədlərdən. O məqsədlərdən də birisi budur ki, insan xatırlasın qiyamətin aclıq və susuzluğunu. Oruç susuzdur. Susuzluğu da şiddətlidir. Amma bilir ki, bir neçə saatdan sonra azan olacaq, suya qovuşacaq. Qiyamətdə də o qəbirdən həşr olunan susuzdur, acdır. Özü də susuz durub qəbirdə, ac durub qəbirdə. Hətta bir çox insanlar susuz ölüb, ac ölüb. O xəstəliklə ki, yatırlar, bir damla suyun belə içilməsinə həsrətdə olurlar, dodaqlarına vururlar onlara. Şeytan belə son anda su ilə onu aldatmaq istəyir, ateşi o qədər çox olur can verəni. Onun üçün deyirlər, Yasin oxu, Quran oxu ki, susuzluğu yatsın. O susuzluq ilə ölər, bərzəxin həyatını yaşayar, indi məhşərin günü qəbirdən həşr olar, susuz, ac.
Nə harcan su verəcəklər? Nə durub qəbirdən? Harcan su verəcəklər buna? Hələ yol var. Hələ məhşərə doğru gedir. Qiyam olub, indi məhşərə doğru gedir. Quran buyurur, bir ili 50.000 ilə bərabər. Bir günü 50.000 ilə bərabər. Bir günü 50.000 ilə bərabər. Bir məsafə gedir. Bir məsafə gedir. Subhanallah. Hələ qabaqda sorğu-sual var. Qabaqda sorğu-sual var. Necə sorğu-sual? Necə sorğu-sual? Vay, vay. Böyükdən kiçiyə qədər hər şey qeyd olunub. Böyükdən kiçiyə hər şey qeyd olunub. Deyir, günahkarlar alarlar onu əllərinə, deyərlər, vay olsun bizim halımıza. Bu necə bir kitabdır ki, burada hər zərrə, hər bir şey qeyd olunub. Biz deyirik, hər şey boş ver geçsin. Burada deyirik, boş ver geçsin. Kimsə də sənin üçün deyər ki, boş verdim geçsin. Abi, orada qeyddədir. Sorğu, sual. Ondan sonra sıratın üstünü keçmək, sırat körpüsünü keçmək, ən dəhşətli bir. Keçə bilsə, iftar başlayacaq. Peyğəmbərimizin əlindən Qovsər hovuzundan suyunu alıb içəcək. Yox, keçə bilməsə, cəhənnəmə düşəcək. Cəhənnəmin ilk gününün ziyafəti bu olacaq ki, onlara irin və qaynar su veriləcək və yeməyə zəqqum veriləcək. Buyurulur, Quran buyurur ki, o suyu, su kimini, susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəklər. O qədər yanğı olacaq, o qədər yanğı olacaq. Subhanallah. Peyğəmbər sallallahu aleyhi və səlləm buyururlar ki, Peyğəmbər buyurdu, oruçdan 2 zamanda sevinər. Nə zaman? Biri iftar zamanı. İftar zamanı sevinər. Sevinər ki, Allah sənə həmd olsun. Bu günün orucunu başa vura bildim. Bu günün səbrini yerinə yetirə bildim. Bu günün ibadətini yerinə yetirə bildim. Orucu başa vurduğu üçün, nə deyər? Səbr elədiyi üçün sevinər, şükr eləyər. Doğrudan da böyük sevinmişdir. Doğrudan da bugünkü günümüzdə bu şeytanın bu cünə güclü olan bir dövründə əsəbin, qəzəbin, hadisələrin, cəryanların tez-tez değişdiyi bir dövrdə bir adamın orucunu başa vurması bir igidliydi. O bizim Allah salamat edir, şoförlərimiz var, taksilərimiz var. Normal bir vəziyyətdə adam Bakı şəhərində maşın sürə bilmir. Oruc gəl maşın sür. Nəbəs çətindir. Allah sizə böyük səbir versin inşallah. Birinci sevinər harda? O iftar zamanında sevinər. Bu ikincisi qiyamətin günündə sevinər. Oruçdan qiyamətin günündə sevinər. Niyə? Qaydırıq əvvələ. Çünki qiyamətin günündə hamı ac olanda, hamı susuz olanda oruç tutan insanın susuzluğu olmayacaq. Aclığı olmayacaq, elhamdülillah.
onları görməyəcək, o susuzluğu görməyəcək, o acılığı görməyəcək, qəbirdən toxdular. İndi deyirsən, nə yaxşı, orada görəcəksən. Orada görəcəksən ki, bu orucu tutmağımın, bu aclığımın, bu üşüməyimin, bu yorğunluğumun faydaları neymiş? Ey kaş deyəcəksən, mən niyə oruçsuz gün keçirdim? Ey kaş deyəcəksən. Mən belə bir rəvayət yazırlar ki, kitablarda ki, Həzrəti İsa anası xanım Məryəm ilə gəlir, danışır. Deyir, ana istəyirsən səni dirildim. Bir yox, istəmirəm. İstəmirəm. Amma deyirlər ki, deyir, iki şeyə görə istəyərəm dirilməyimi. Nədir o iki şey? Deyir, uzun yay gecələrində oruç tutmaq üçün, bir də uzun qış gecələrində sübhə qədər namaz qılmaq üçün. Ki, biləydiz buna görə nələr verdilər mənə. İndi bilmirik. O necə ki, qaranlıq dünyadan keçirdilər. Xızır da oradaydı, Zülqərneyn oradaydı. Dedilər ki, buradan bir şey götürün. Qaranlıqda görünmür, yerdən bir şey götürün. Götürən də peşmandır, götürməyən də peşmandır. Bəzi adamlar yığdılar, sonra biz yol gedəniz, gördülər, ağır yoldur da, ağırdır, bu daşdır da, bu daşları neyinici, başladı birini atdı, ikisini atdı. Götürməməyim imkanım var, nuş qoy, götürmüsü götürmə. Bir də qalmış, onu da atdı. Həzrət Xızır götürdü. Elə götürdü ki, o götürən də peşmandır, götürməyən də. Orta həddilə götürdü, yola da gedebilsin. Çıxandan sonra qaranlıq dünyanı gün deyən ki, gördülər, bunlar nədir? Böyük ləllərdir, cəvahiratdır. İndi bu ki, qaranlıq dünyadayıq. Orucluq bizi üçün bəzən aclıq olur, orucluq bizi üçün susuzluq olur, amma orucu bilmir də o ki, o nuraniyyət dünyasına, ahirət dünyasına gedəndə orucun üzərinə ilahi nur düşən kimi biz görəcəyik ki, oruc aclıq deyilmiş, toxluq imiş. Toxluq imiş. Buradakı paylaşmaq, demə, elə yığmaq imiş, toplamaq imiş. Fərq edir. Qiyamətdə insanın ruhu suzuyar. Nəyə suzuyar? Mərhəmətə suzuyar. Şəfqətə suzuyar. Oruç tutana mərhəmət olasan. İnsan oruç tutana mərhəmətli olarsa, sən oruç tutmuşsan. Mən sənə mərhəmətli olsam, Allah da o da mənə mərhəmətli olar, şəfqətli olar. Odur ki, oruc bizə iki şeyi anladır. Fəqirliyin və ehtiyacın həqiqətini və bir də axirət şuurunu bizə anladır. Fəqirliyin və ehtiyacın həqiqəti budur ki, bax, oruçsan, aclığı anladır sənə. Yoxluğu anladır sənə, gücsüzlüyü anladır sənə, taqətsizliyi anladır sənə, fəqirlik nədir onu anladır sənə. Və ahirətdə də ahirət şuuru yaradır sənə ki, sən bu hallarla üzləşə bilərsən. Susuz olarsan, su verənin olmaz. Su istəyərsən, su verənin olmaz. Ac olarsan, yemək verənin olmaz. Ahirətdə belə deyil ki, hər kim nə istəsə onu versinlər, alsınlar. Öyle şey yoxdur. Kömək istəyərsən, kömək edənin olmaz.
danışmaq istəyərsən, danışmağa iznin olmaz. İznin olmaz. Ahirətdə elə bilsən danışa bilərsən sən. O dostumu gördüm, ona nəsə deyim ki, mənə kömək elə. Sən ixtiyarın var danışmağa? Yoxdur. Kumail duasında da Həzrət Əli Əleyhisselam buyurur ki, İlahi, əgər orada deməyə mənə, danışmağa mənə icazə versən, danışmağa mənə razılıq versən, müvəhhid əhli kimi sənə fəryad eləyib danışaram səninlə. Səni çağıraram, o cür çağıraram. Ya Rəbb deyib çağıraram. Bunu sən Ya Rəbb deyə bilməyəcəksən. Ya Rəbbim kömək elə. Yoxdur. Və buradan nə var, ona aparıq. Ramazan ayında Ya Rəbdir. Ramazan gecələrində Ya Rəbdir. Qədir gecələrində Ya Rəbdir. Orada deyə bilməyəcəksən. Bəli, bu dünyanın bir neçə saat susuzluğu əbədiyyətin susuzluğunu bizə anladar. Odur ki, bizim Peyğəmbərimizin göstərişidir ki, buradakı azlıq və susuzluqla axirətin azlıq və susuzluğunu xatırlayır. Allah bizi görüb, yaşayıb, ibrət alanlardan qərar versin. Amin.